Bu tribunadan mən çox çıxış eləmişəm. Amma bugünkü gün qədər qürurlu çıxış, bugünkü gün qədər qürurlu bayram, mən deyərəm ki, əvəz olunmaz bir bayramdır. Azərbaycan dövləti mövcud olduğundan indiyə qədər təxminən 200 il ərzində Azərbaycan öz torpaqlarını demək olar ki, itirmək. Özünün qüdrətindən asılı olaraq, olmayaraq, səriştəsiz rəhbərlərin, belə deyim, səriştəsizliyindən biz 200 il ərzində ancaq torpaq itirmişik. Amma Müzəffər Ali Başkomandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, İlham Əliyevin bir devizi, mənim kəs tələbələrim, o devizi, mən nəyin, nə vaxt baş verəcəyini və nəyin nə vaxt ediləcəyini bilirəm. Siz bilirsiniz ki, Azərbaycan Respublikasını istəməyən qüvvələri, istəyən qüvvələrindən çoxdur. Bugün o vandalları, o vəhşiləri müdafiə eləyənlər, onları tənbih eləyənlərdən çoxdur. Müzəffər Ali Başkomandanımız bütün dünya sübut elədi ki, sizin yüksək kürsülərdə, BMT çərçivəsində qəbul elədiyiniz 4 dənə qətnaməni siz özünüz icra eləyə bilmirsiniz. Amma baxın, mən onu icra eləyəcəm. Dünyada dar bir düğün olubdur. O düğün ağıllı adamlar üçün, mesela rəhbər seçilmək üçün ki, o düğünü verir. O düğünün açılası yoxdur. Amma möhtərəm prezidentimiz o vəziyyəti, o Azərbaycanın qüdrətini, Azərbaycanın silahlı qüvvələrinin qüdrətini tam lazımı səviyyəyə getirəndən sonra həmin o düyünü açdı. Bütün dünya sübut elədi ki, mən öz torpaqlarını azad eləmək iqtidarındayım və bugünkü gün, əzizlərim, bugünkü gün Azərbaycanın suverenliyini, 5 il bundan qabaq, Azərbaycanın suverenliyinin təsdiqidir. Azərbaycanın mükəmməl ulu öndərimiz tərəfindən, memarı ulu öndərimiz olan konstitusiyasına Azərbaycanın bütün ərazisində fəaliyyətini təmin edən gündür. Bugün Azərbaycan dövləti qürurla, şərəflə bütün dünya sübut elədi ki, mənlə nota dilində danışmaq olmaz. Biz suveren dövlətik, bizim mükəmməl aile konstitusiyamız var və onunla da hərəkət edilir. Təsəvvür edin ki, bütün dünya dövlətləri heç biri gözləmirdi ki, belə nəticələr olsun. Əziz tələbələrim, bu dünyada çox yüksək təchizatlı silah cəhətdən, istəyir texnika cəhətdən yüksək təchizatlı ordular çoxdur. Amma əmin edirəm ki, sizi milli ruhda, vətənpərvərlik ruhunda Azərbaycan ordu